Hazreti Ali aleyhisselam buyurur ki, insanların en hayırlısı insanlara daha çok fayda verendir. En hayırlı insan budur. Namaz da lazımdır, vacibdir. Oruç da vacibdir. Veya müstehebbi emeller de lazımdır. Ama sen insan olarak insanlara hizmet gösterebilmirsense, bir nefer sana üst tutup senden kömək istəyirsə, elinden gelen işdirsə, nəyimə lazım filan kəsə mən kimə isə görə ağız açım. Bu düşünceyle yaşayarsansa, deməli imamın bu dediği hadis hayırlı insanlar cərgəsində değilsən. En hayırlı insan Emirul Müminin buyurur ki, insanlara daha çok faydası olan insandır. Bazen mümkündür. İnsan yorular. Görürsüz, bir mesele ile bağlı olursan tek daha çok müraciətlər olunur adama. Filan kəsə belədir, bəman kəsə belədir. Bazen olur adam özü-özünə, hətta şeytan adama vəsvəsə edir ki, ne kadar onun bunun sözünü deyərsən, xahişin edərsən. Ama hemen işi görəndən sonra görürsən ki, bir nəfər o çətinlikdən xilas oldu, adama ləzzət. Ne yaxşı ki Allah mənə bu lütfü əta eləmisənsə, mən bir nəfərin xidmətində dayana bilirəm. Mən əgər qardaşımın, elə götür ailə üzvlərindən və ya qonşumun xidmətində dayana bilirəmsə, deməli bunu mənə Allah lütf edib. İnsan bundan ləzzət almalıdır. İnsan bu tərz, hədisdə qeyd olunur ki, bu tərzdə yaşayış özü üçün seçdikdə onun mənəviyyatı, onun ruhu geniş olur, zəngin olur. Emirul Müminin bu sözü ki, deyir, en hayırlı insan cəmiyyətə fayda veren insandır. Alimler qeyd edirlər ki, bu söz tek nəsihət deyil. İnsan üçün həyat ölçüsüdür. Meyardır insan üçün, həyat ölçüsüdür. Senin değerin çok kazandığınla, elde ettiğinle değil. Mümkündür çok varı devletin olsun. Senin değerin bununla ölçülmeyecek kıyamet gününde. Hadislere ve Kur'an ayelerine dikkat eləsək, senin değerin ne kadar insanlara fayda verebilmişsən onunla ölçebilir.